cənazələrə baxış keçirildi. Cənazələrin üzərində zorakılıq əlamətləri, xüsusilə də Hüseyn Səfərovun cənazəsinin bədənində xüsusi amansızlıqla törədilmiş zorakılıq əlamətləri aşkarlandı. Demək olar ki, bütün bədəni hematoma olub, zərbələr endirilib, ayaqları deşilib, bütün üzü, gözü üskündədir. Həqiqətən insanlıq üçün böyük faciədir bu. Ay Allah! Bunu lap möhkəm döyüblər. Bunu da arkadan betər döyüblər. Hazırda Yekaterinburg'un Kolçova hava limanındayıq. Bu hava limanından iyun 27'sində Rusiya Böyük Mühafizə Orqanları əməkdaşları tərəfindən vəhşicəsinə döyülən Səfərov qardaşları Ziyəddin və Hüseyn Səfərovun cənazələri bu hava limanındakı yük terminalına yüklənib çatdırıldı və buradan bugün axşam reysi ilə Azərbaycana yola salınacaq.